Salam əziz dəyərli qeyrətli xalqım. Mən Vətən Müharibəsi İştirakçısı 3-cü qrup Əlil Əhmədov Elmətli Novruzlu. Mənim özümə məxsus TikTok səhifəm var. Mən öz səhifəmdə özümə aid olan şəkillərimi, videolarımı paylaşmışam. Hansısa bir tanımadığım şəxs mənim şəkil videomu götürüb öz səhifəsində paylaşım. Belə paylaşım. Şəkili görüb, videonu görüb, bəyənməyənin ailəsi belə-belə olsun, körpəsi belə-belə olsun, hicablı qadınlara söz atıb. Və orada altdan yazıb ki, Rövşən qolu uğru deyil, bir qazilə lotuyuq, vurcaq onu, onların görüb belə-belə olsun. Əstəğfurullah, mən heç vaxt elə söz demərəm, mən özümdə talıq balasıyam, aftara balasıyam. Mən vətənpərvər bir ailəsində böyümüşəm, həm də şəhid ailəsiyəm. 2020-ci ildə 4 ayın əskəri olmuşam. Şərəflə, qeyrətlə, vicdanla gedib vuruşmuşam və yaralanmışam, qəlpə yarası almışam, güllə yarası almışam, hal-hazırda bədənimdə qəlpələr daxiləyirəm. Hamınızdan artıq dərəcədə xahiş edirəm. Mənə aid bir səhifədə, hansısa bir başqa səhifələrdə görsəz ki, pis rəylər, pis videolar var, hamınızdan artıq dərəcədə xahiş edirəm ki, o səhifəni bloklayın, o səhifəni spamlayın. Mənim özüm də bugün Suraxanı rayon idarəsinə ondan sonra gedmişəm oturumunu bölməyə, əlinə yazmışam. Ki, cinayət işləri ilə bağlı hamısından xahiş eləmişəm ki, bu işlər şəxslə özləri maraqlansınlar. Bu kim eləyibsə, bunu kim etməyibsə, bu cəzasını almalıdır, mütləq. Öpürəm ki, bağrıma baxmıram. Yəni, elə ki, elə görsək, o mən deyirəm, inanmayın.